Salam. Erməniyə getdiyimiz zaman özümüzlə nələr aparaq? Birincisi və ən önəmlisi ayaqqabı, rahat ayaqqabı. Gedib indi rahat ayaqqabı almayın. Hal-hazırda olan bazara, gəzintiyə çıxdığınız zaman istifadə etdiyiniz, ayağınızı yormayan o ayaqqabıyı özünüzlə aparın. Təzə olmağına ehtiyac yoxdur. Ən köhnə, ən rahat ayaqqabınızı aparın özünüzlə. İkinci olaraq çanta. Çantanın özü yüngül olsun, amma materialı möhkəm və bu hissələri, yəni çiyninizə taxdığınız o ip hissəsi olduqca qalın olsun ki, sizə əziyyət verməsin yolda. Daha sonra paltar. Paltar iki dəstbəsinizdir və burada önəmli olan xanımlardır. Xanımlar, əgər çadranız varsa və qabağı sepli bağlanan çadradırsa, altından uzun donlar, qalın paltarlar əsla götürməyin. Qolu qısa, hətta çadran altdan geyinmək üçün sərin materiallı kofta 2 dənə sizə kifayətdir. 2 dənə ilə qara, nazik materiallı şalvar kifayətdir. Ütülənən, nə bilim, cins, qalın bu kimi şeylər əsla götürməyin. Yüngül və sərin. Çünki zaten sizin çadranız var. Və diqqət edin, ayağı uzun olsun şalvarın. Çünki ayağınız görsənməsin. Corab isə xeyli götürün, yəni bir 5-6 dənə corab götürün özünüzlə. Orada da diqqətli olun. Ayağı çox tərlətməyən, sonra biraz da uzun olsun şalvarınızda, yəni oturduğunuz zaman, uzandığınız zaman görsənməsin ətiniz. Bunlara diqqət eləsəniz, paltar məsələsi həldir. Keçək daha gigiyenik şəxsi vasitələrə. Birincisi, şampundur, sabundur, duş zamanı istifadə etdiyiniz şeyləri qutu-qutu aparmayın. Kiçik qutulara qoysanız sizə kifayət eləyəcək. Zaten çox yerdə özləri şampun, sabun və s. qoyurlar. Amma olmasa belə kiçik qutular kifayətdir. Və mənim sizə ən gözəl tövsiyəm bu olar ki, bir sələfanın, nəmin klok deyilsə, sələfan deyilsə, onun içərisinə üzr istəyirəm, duşa getdiyiniz zaman apardığınız nə varsa, paltarınız, şampun, sabun nə varsa, hamısını qoyun bir dənə onun içinə. Bir yerə çatdığınız zaman elə onu götürün, gedin. Çünki növbə çox yaranır. Hamı çatan kimi duşa getmək istəyir və növbə çox yaranır. Siz əgər yubansız, paltar seçim, şampun seçim eləsəniz, xeyli geriyə düşəcəksiniz növbətdə. Ona görə o sələfanı götürüb getməyə ən yaxşısıdır. Rexonu götürürsünüz öz bədəninizə ən yaxşı düşənindən. Dediyim kimi sabununuz, şampununuz, fırçanız, diş fırçanız və məcununuz. Məcunu belə kiçik bir şeydə götürməyinizi rica edirəm. Çünki o qədər çox lazım olmayacaq, amma ağırlıq verəcək. Daha sonra, əgər ayağınız mazor olursa, onun üçün indidən maz alın qoyun. Çünki düzdür, orada yollarda olur, amma sizin gedib elə onu tapmağınız, götürməyiniz bir aləmə vaxt etkisidir. Əgər bədəninizdə qızarıqlıqlar olursa, onun üçün maz götürün. Sonra günəş kremi götürməyiniz çox yaxşı olar. Əgər istifadə etdiyiniz hər hansı bir dərman, baş ağrısı, tez-tez sizdə ağrı olursa və s. mütləq dərmanınızı yanınızda götürün. Onu da kəsib götürün. 5-6 dənə kifayətdir. Daha nə qədər istifadə edirsinizsə o qədər. Veşinizi hətta kiçik şeylərdən belə çalışın azalda götürəsiniz. Və önəmli şeylərdən biri dırnaq tutandır. Dırnağınız uzanır, tozlu havanın içində içi çox pis görsənir. Ona görə dırnaq tutanınızı da özünüzdən götürün, kiçik ölçüdə olanlardan. Bunlar hamısı çox önəmlidir. Amma unutmayın ki, bu səfər eşq səfəridir. Ən çox eşqinizi və imanınızı yanınıza götürüb gedin. Bunun üçün də yaxşı olar ki, yanınızda kiçik bir möhür və ya təsbih ya da zikir matikiniz olsun. Və bundan əlavə telefonunuza yaxşı olar ki, bir dua proqramı yükləyəsiniz ki, orada kitab daşıyası olmayasınız və oxumaq istədiyiniz zaman telefonunuzdan oxuyasınız. Bundan əlavə zaryadka yığmaq üçün powerbank deyiriksə filanramsa, onun da yüngül ölçüsündən götürsəniz, işinizi çox rahatlaşdırar. Əgər immuniteti zəif olan bir insansınızsa, yüngül bir stəkan da götürə bilərsiniz. Çünki bəzi yerlərdə su stəkanı ümumi olur, orada öz su stəkanınızdan istifadə edə biləsiniz. Və son olaraq bunu da deyim ki, getdiyiniz zaman, yürüyüşə başladığınız zaman hədəfiniz tez çatmaq olmasın, səfərdən ləzzət almaq olsun. Hər bir addımınızı attığınız zaman nə üçün atırsınız, niyə atırsınız bu addımı, hədəfiniz nədir, kimin yanına gedirsiniz, bunları düşünərək hərəkət eləyin. Nəinki qaça-qaça sadəcə çatmağa çalışasınız. Zikirlərinizi, dualarınızı yol boyunca başqalarına yol verməyi, kömək eləməyi, heç kimi incitməməyi, haqqındas etməməyə də məxsusi diqqət eləyin. Xuda hafiz.